olsun. Bu videoda sizlərə günlük informatika suallarından 29-cu sualın izahını verəcəm. Gəlin sualımıza başlayaq. Bizə belə bir sual nümunəsi verilib ki, ölçüsü 43 MB olan qovluqda 10 ədəd fayl mövcuddur. Aha. Deyək ki, baxın, bir dənə qovluğumuz var. Bu qovluğumuzun ölçüsü 43 MB-dır. Və bunun daxilində 10 ədəd fayl var. 10 fayl. Aha. İndi bizə nə deyir? Bunlardan üçü eyni ölçülü mətn faylıdır. Hələ ki, mətnin də, burada səsin də, videonun da həcmini bilmirəm. Amma bilirəm ki, üçü eyni ölçülü mətndir. Həcmi bilmirəmsə, birini misal üçün x götürsəm, üçünü necə götürəcəm? 3x götürəcəm, düzdür? Deməli, misal üçün deyirəm, 3x qədər əlimdə mətn faylı var. Burada M hərfi yazıram. Plus 4-ü eyni ölçülü səsdir. 4y qədər də səs faylım var. Plus digərləri isə eyni ölçülü video fayllardır. Bizim cəmi 10 ədəd faylımız var idi, düzdür? 4'ü bir fayldır, 3'ü də bir növ fayldır, düzdür? 7 dənə bizim əlimizdə dəqiq bildiyimiz fayl sayı var. Ümumi də 10 dənədir. Bu durumda bizim neçə dənə video faylımız olur? Ondan çıxaram 7, 3 dənə video faylımız olur, düzdür? 3Z video faylının da həcmini bilmirəm, onu da Z ilə işarə edirəm. Bərabər olur 3-ünün həcmi, yəni 3'ü bu 43 MB qovluqdadır da, bərabər olur 43 MB-a. Ümid edirəm fikrim aydındır. Baxın, burada 3x oldu M-in, yəni mətn informasiyasının həcmi, 4y oldu səs informasiyasının, 3z-i də biz əldə elədik. Necə əldə elədik? Cəmi 10 dənə fayl var. Əgər 3-ü mətn, 4-ü səsdirsə, deməli yerdə qalan 3-ü də video faylın payına düşür də. 3-ünü toplayanda 10 dənə fayl əldə edə bilirəm. Faylın həcmini yox ha, faylın sayını tapdım mən burada. Ümid edirəm fikrim aydındır. İndi qaldığımız yerdən davam edək. Bir mətn faylı 24 megabitdir. Aha, artıq yavaş-yavaş bəzi hissələr aydın olur. Deməli, x-ımız 24 megabitdir. Megabit. Bir səs faylı isə 220 baytdır. Aha, deməli, y-də məlumdur ki, 220 baytdır. İndi bizə deyir ki, qovluqdan bir səs, bir mətn və 2 video faylı silinərsə, qovluqun həcmi nə qədər olur? Deməli, mən burada z-i hələ ki bilmirəm. Z-də videodur, videonun həcmini bilmirəm. Buna əsasən digərlərini hesablayaq əvvəlcə. Bu megabaytdırsa, digərlərini də megabayta gətirək. Bir kənardan hamısını bir-bir yazıram. Deməli, 3 vurulmuş 24 megabiti mən əgər gətirmək istəsəm megabayta nə edəcəm? Ön hissələr eynidirsə, sadəcə bit-bayt çevirməsi aparacam. Yəni, 3 vurulsun 24 biti bayta çevirəcəm. Bitdən də bayta gəlmək üçün nə edirəm? Kiçikdən böyük keçirəmsə bölürəm, deməli 8-ə. Deməli, 3 vurulmuş 24-ü böləcəm 8-ə ki, bayta gətirim. Bunlar gedəcək, qalacaq 6. Burada qaldı, üzr istəyirəm, 9. Deməli, burada 9 yox, 3. 3 qaldı. 3-ü də vuracam 3-ə, eləyəcək 9 megabayt. Deməli, mənim mətn informasiyamın həcmi oldu 9 megabayt. Plus, indi digərini hesablayıram. 2 üstə 20 vurulmuş, burada 4 baytdır, düzdür? 2 üstə 20 vurulmuş 4 baytda mənim səsimin həcmi var. Bunu da mən megabayta gətirmək üçün nə edirəm? Baytdan megabayta gəlmək üçün, baxın, bit, sonra gəlir bayt, sonra gəlir kilobayt, sonra gəlir megabayt, sonra da gəlir gigabayt. Baytdan megabayta gəlirəmsə, kiçikdən böyük yenə bölürəm. Bu da 210-dur, bu da 210-dur. 220-yə böləcəm. Yəni, ölçü vahidlərinin arasında qalan rəqəmlərin hasilinə bölürəm. Deməli, 4-ü mən 2 üstə 2 kimi yaza bilərəm. Vurulmuş 2 üstə 20, bölünmüş neçəyə? 2 üstə 20-yə. 2 üstə 20-lər gedəcək, qalacaq 2 üstə 2, yəni 4 megabayt. Deməli, mənim burada səs informasiyamda həcmi oldu nə qədər? 4 megabayt. Plus 3 z-i hələ ki bilmirəm, bərabər 43 megabayta. Buradan z-i rahat şəkildə əldə edə bilərəm. Bu 2 kimi görsəniz, gəlin daha yaxşı yazaq. Deməli, bu oldu z. İndi 3z bərabərdir 43 megabayt çıxılmış bu ikisinin cəmi, yəni 13 megabayt. Buradan 3z bərabər eləyəcək 30 megabayta. Z buradan nə qədər eləyəcək? Eləyəcək 10 megabayt. Aha, deməli mən nəyi əldə elədim? Bir dənə video faylımın ölçüsünü 3-ə vuranda 3-ün ölçüsünü əldə eləmiş olacam da. Deməli, birinin ölçüsü 10 megabaytdırsa, 3-ə vuranda eləyəcək 30 megabayt, 4 buradan, 9-a buradan. Həqiqətən də 43 megabayta tamamlanır. Deməli, bir dənə də video faylımın həcmini əldə eləmiş oldum. İndi mənə deyilən əsas sual nədir? Qovluqdan bir səs, bir mətn, 2 video faylı silinərsə, qovluğun həcmi nə qədər olar? Yəni, 43 megabaytdan burada olan müvafiq rəqəmləri çıxacam. Gəlin əvvəl ekranı təmizləyək. Deməli, indi sözü gedən bu qovluqdan bir dənə səs faylını çıxar. Səs faylımızın birinin ölçüsü nə qədər idi? 24 megabit, düzdür? Bu megabaytla olduğuna görə bunu da megabayta gətirəcəm ki, çıxma prosesi daha rahat olsun. Deməli, yazıram. Bir səs faylı nə qədərdir? 24 megabit. Megabitdən
megabayta gəlmək üçün nə edirdim? Bit bayt çevirməsi. Kiçikdən böyüyə keçirəmsə bölürəm. Yəni 24-ü böləcəm 3-ə. Üzr istəyirəm 8-ə. Yəni 2 üst 3-ə bölməliyəm. 3 yazdım. Bir dəqiqə. 24-ü böləcəm 8-ə eləyəcək 3 megabayt. Aha. Deməli bir səs oldu 3 megabayt. 43-dən bir dəfə 3-ü çıxacağam. Daha sonra səs faylına baxaq. Üzr istəyirəm bu mətn faylının ölçüsüdür. Bir dəqiqə bu mətn faylımızın ölçüsüdür. 24 megabit. İndi gəlirəm səs faylının ölçüsünə. Bir səs faylım nə qədərdir? 2 üstü 20 bayt. Bunu mən əgər megabayta gətirmək istəsəm, nə edirəm? 2 üstü 20-yə bölürəm. 2 üstü 20 bölünmüş 2 üstü 20 eləyəcək 2 üstü 0, o da eləyəcək 1 megabayt. Deməli, bir səs faylında 1 megabaytdır. Bir dənə video faylımın isə ölçüsünü bayaq aldım ki, 10 megabaytdır. Bu elə olduğu kimi qalır. İndi bizə nə deyir? Deyir ki, bu qovluqdan, yəni 23 megabayt həcmi olan qovluqdan bir dənə səs faylı silinəcək. Yəni 1 megabayt silinəcək. Bir səs faylı 1 megabaytdır. Bir mətn silinəcək. Yəni çıxılmış 3 megabayt silinəcək. Bir dənə mətnim 3 megabaytdır. Çıxılmış 2 dənə də video faylı silinir. Aha, bir videomun həcmi 10 megabayt isə ikisi nə qədər olacaq? 20 megabayt. Deməli 2 dənə də video faylı silinir. Burada yerdə nə qalacaq? Yerdə qalacaq 19 megabayt. Deməli mənim 19 megabayt ölçüsü qaldı qovluğunun. İndi bundan sonra nə edirik? Aha, cavablara baxırıq. Baxırıq ki, 19 megabit var, megabayt yoxdur. Bu durumda nə edirəm? Cavab yoxdursa, gəlin bunu megabitə keçirək. Çünki baxırıq ki, cavablar megabitlədir və megabaytladır. Megabaytla aldığım cavab yoxdursa, məntiqən deməli megabitə çevirəcəm də. Bunu da megabitə çevirmək üçün nə edirəm? Ön hissələr yenə m-lar eynidir. Baytdan bitə gələcəm. Böyükdən kiçiyə gələcəmsə, baytla bitin arasında qalan rəqəmə, yəni 2 üst 3-ə, yəni 8-ə vuracam. 19-u da vuranda 8-ə eləyəcək 152 megabit. Cavabımız olacaq Y variantı. Ümid edirəm aydındır. Yenidən izah verim. Deməli, əvvəlcə bir tənliyi qurdum buradan. Bir dənə video faylımın ölçüsünü tapdım tənliyə əsasən. Və o tənlikdən də əvvəl hətta 10 ədəd fayl mövcud idi. Mən bu verilmiş fayllar əsasən video faylımın həcmini elə götürməliydim ki, daha doğrusu sayını elə götürməliydim ki, 10 ədədə tamamlansın. 3-ü var idi, 4-ü də var idi, 7. Deməli, 3 dənə də video faylım olmalıdır ki, cəmi 10 ədəd faylı tamamlansın. Bu məntiqlə tənliyimi qurdum və aldım ki, burada bir dənə video faylımın ölçüsü 10 megabaytdır. Video faylının ölçüsünü verilməmişdilər. İndi mən nə etdim? Daha sonra dedi ki, qovluqdan bir dənə səs, bir dənə mətn, 2 dənə də video silinsə qovluğun həcmi nə qədər olar? Elə bilin ki, bu bütöv qovluqdur. Buradan bir dənə səs çıxdım, yəni 1 megabayt çıxdım. Daha sonra 3 megabayt çıxdım, daha sonra 20 megabayt çıxdım. Yerdə nə qədər qalacaq? Yerdə qalacaq 19 megabayt. Onu da tapmadığıma görə alındı. Megabitə çevirdim. Deməli 152 megabayt alınmış oldu. Cavabımız olacaq Y variantı. Ümid edirəm ki, aydındır. Sağ olun. Allah amanında bu qədər.